əslində hamıya demişəm ki, o sualı mənə verməsinlər. Çünki 100 nəfər o sualı verəndə adam artıq həyəcanlanır. Ona görə də mən çox rahatam. İndi səhnəyə çıxanda təbii ki, o balaca həyəcan olmalıdır. Bu normaldır. Yəni o olmasa deməli biz insan olmarıq. Mənə elə gəlir ki, bu mənim sənətimdə bir dönüş nöqtəsidir. Ona görə də hər şeyimlə, həm geyimimlə, həm repertuarımla, həm gözəl ifalarımla, hər bir şeyimlə, yəni biz fərqlənməliyik. Müəyyən qədər pul xərclənilib, çox xərclənilib və bu xərclənilməli idi də. Mən sənətimi çox sevirəm də, sənətim üçün xərcləməyə də hazıram. Maşınımı da sataram, evimi də sataram ki, mən əsas ürəyim rahat olsun, əsas içimdəki rahat olsun. Ona görə də çox xərcləmişəm, yəni çox xərcləmişəm və bundan sonra da nə qədər olsa yenə sənətim üçün xərcləyəcəm. Ağlamadın başına, heç tanımırsan yaşına, xəbərin yox göz yaşına, xəbərin yox, 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 şirin, şirin, yarım mənim. Sən nə qədər nazlanırsan, məni elə qısqanırsan. Salam, hoş gəlmisiniz. Şirin Şipşirin sənə popularlıq qazandıran ilk solo ifam. Və o klipdə bir uşaq səsi var idi. Balaca bir uşaq səsi var idi. İndi o uşaq böyüyüb. Sənin konsertinə görə bugün o uşaq bura gəlir. Nəzrin Məmmədova. Hoş gəlmisiniz. Əvvəl xoş gəlməsən deyərdim belə. Məcburam. Nəzrin xanım, bilirəm indi səsiniz dəyişilib. Olarmı yenidən siz o şirin şipşirin ifa edəsiniz? Olmasın. Şirin şipşirin, yarım mənim. Şirin şipşirin, canım mənim. İntonasiya olur, tembr oluyor. Onu o qədər sevmişəm, bir şirin söz.